Gedək, görək atəşpərəstlərin məbədi hansı formadadır? Onu da deyim ki, günümüzdə də zərdüştlük dininə inananlar var. Onların sayı 30 mindir və İranda yaşayır. Bilirsiniz ki, zərdüştlər o da sitayiş edib, dini kitabları da Avesta olub. Və binaya daxil oluruq və burada üstü örtülü bir yer var və buradakı atəş 2500 ildir yanır, o gündən bu günə sönməyib. Olduğumuz məkan 2 hissədən ibarətdir. İndi isə keçirik digər hissəyə. Burada isə Hazırda çərşənbəyə az qalıb və bilirsiniz də Novruz bayramı zərdüştlərdən gəlib və burada onların yaşam tərzini əks etdirən xonçalar, sonra şirniyyatlar və burada da eyni formada həyat tərzini, yeməklərin əks etdirən, şirniyyatların əks etdirən eksponatlar var bu muzeydə. Heç nə çox yad gəlmədi, hər şey çox tanış gəldi. belə dostlar,